الحمد لله الذي لا يبلغ مدحته القائلون ولا يحصى نعماءه العادون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد اللهم صل على محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد فبسم الله وبالله ثم بذكر ولي الله اللهم كن لوليك حجة ابن الحسن صلواتك عليه وعلى آله في هذه الساعة وفي كل ساعة وليا حافظا وقائدا وناصرا ودليلا معينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها قليلا. Ey Hüseyin aşığı, ey Hüseyin aşığı fəxr eylə qara köynəyivə. Verəcək Fatimə məhşərdə bəha köynəyivə. Şanlı şöhrətli giyib fəxr eləyən sultanlar baxacaq həsrət ilə ruzi cəza köynəyivə. Eşqüvün ətrinə hər il boyan əvvəl sonra gəl. Saxla Zeynəb kimi adab-ı vəfa köynəyivə. Hörmətin hifz elə Qur'an kimi öp qoy gözüvə. Səy elə qoyma deyə rəng riya köynəyivə. And ola köynəyi əllərdə qalan sultanə. Dağıla külli fələk yoxdur fəna köynəyivə. Anavın qədrini bil, qarə giyindirdi sənə. Dedi oğlum anavın canı fəda köynəyivə. Get dedi sinəvə vır, səslə ələmdar ağavı. Eyləsin ərzu ədəb, şahı gəda köynəyivə. Hər nəyin qiyməti var, müştərisin tapson əgər. Satma hər kəs verə min kisə təla köynəyivə. Qəbridə görsə mələklər bu qara köynəyivi, edəcək mehri məhəbbət nəkiran köynəyivə. Elə ki peykərivi qəbrə qoyub getdi hamı, baxacaq qəbridə şahi şühəda köynəyivə. Deyəcək köynəyin oxşur qızımın köynəyinə. Deyəcək köynəyin oxşur qızımın köynəyinə. Qoy vurun buseyi məstanə əza köynəyivə. Köynəyin saldı mənim yadıma məzlum balamı. Ehtiram eylər odur Ali əba köynəyivə. Şam yolları uzunluqda qəmim vardı mənim. Baxəbər ol gözümün yaşı axa köynəyivə. O qədər qəmçi vuruldu balama yollarda. Oxşadı qollarının rəngi qara köynəyivə. Esselamu aleykə ya Mevla, ya Mehdi, ya sahibəz zaman. Əcəlallah Teala fərəcək. Ya İmam-ı Zaman, acərəkəllah. Başın sağ olsun. Bu müsibətlə əlaqədar sənə, başda sənə ki, varlıq aləminin qəlbi döyünən ürəysənsən. Bu müsibətlə əlaqədar başsağlığı ərz edirik və saniyən bütün möminlərə, şiyələrə bu hüzünlə əlaqədar, sağalmaz dərdlə əlaqədar bütün möminlərin məhzərinə başsağlığı ərz edirik. Allah zamanı imamının zuhurunu təcil eləsin inşallah. Möhtərəm əzizlər, dəyərli möminlər, Muharrem ayı hadisələrlə dolu bir aydır ki, bu hadisələrin ən böyüyü
Aşura günü Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalatu vəssalamın şəhid edilməsidir. Bugünkü söhbətim 17 gün ərzində edəcəyim söhbətin sadəcə mündəricatıdır, müqəddiməsidir ki, inşallah günlər içində hamısına toxunmağa çalışacağım. Muharrem ayının 1-i, 2-si, 3-ü, 4-ü, 6-sı, 7-si, 8-i, 9-u, 10, 11, 12, 13, 15, 19, 20, 23, 25, 26, 28 və 29-cu günlərində bir sıra hadisələr baş verib ki, onların əksəriyyəti Kərbəla hadisəsi ilə əlaqədardır, bağlıdır. İmam Hüseyin əleyhissalatu vəssalamın Kərbəlaya yaxınlaşması, Həzrətin bu torpağa daxil olması və Küfə əhlinə məktub göndərməsi, Ömər ibn Sədin Kərbəlaya gəlməsi, Şüreyh Qazinin İmam Hüseyin əleyhissalamın qətlə yetirilməsi barədə fətva verməsi və Yezdin ordusunun toplanması, İmam Hüseyin əleyhissalamın İbn Səd ilə görüşü, İmam Hüseyin əleyhissalatu vəssalama su verilməsinin qarşısının alınması, Kərbəlada xeymələrin mühasirəyə alınması, Ummul Bənin Salamullah əleyhanın oğlanlarına əman məktubu gəlməsi, döyüşün təxirə salınması üçün istək, Kərbəlaya təzə nəfəsli ordunun gəlməsi, İmam Hüseyin əleyhissalatu vəssalamın sahabələrinə etdiyi çıxışı, İmam Hüseyin əleyhissalatu vəssalamın əhl-i beyti ilə etdiyi söhbətlər, Zeynəb-i Kubra Salamullah əleyhanın İmam Hüseyin əleyhissalamla elədiyi danışıq, bunların hamısı Aşuradan öncə baş verən Kərbəla hadisəsinin mərhələləridir. İnşallah irəliləyən günlərdə bu hadisələrin hamısına toxunacağıq. Seyyid-i Şühədanın şəhadəti, Bəni Haşimin, ayı Həzrəti Əbbasın, Həzrəti Əli Əkbərin, Həzrəti Qasim ibn Həsən əleyhissalamın, Babəl Həvaic, Həzrəti Əli Əsğər əleyhissalamın şəhadəti, Abdullah ibn Həsən əleyhissalamın, Həbib ibn Məzahirin, Müslim ibn Osəcənin şəhadəti, Hürr ibn Riyahinin, Əbazər Qəffarinin nökəri Co'nun şəhadəti və İmam Hüseyin əleyhissalatu vəssalamın vəfalı sahabələrinin şəhadəti və həmçinin Vəhəbin həyat yoldaşının Şimrin köləsi tərəfindən şəhid edilməsi, bunların hamısı Muharrem ayında gerçəkləşən şəhadət tarixinin ən uca və ən böyük səhnələridir. Zülcənahın qan içində Fatimə balalarının xeyməsinə qayıdışı, İmam Hüseyin əleyhissalatu vəssalamın xeymələrindən malların qarət edilməsi, Kərbəla şəhidlərinin pak və müqəddəs bədənlərindən paltarların və zirehlərin zorla soyulması, xeymələrin yandırılması, Fatimi və Ələvi xanımların səhralara səpələnərək qaçmaq məcburiyyətində qalması, balaca qızların xeymələrin yanında şəhid edilməsi, pak əhl-i beytin və sahabələrin başlarının bədənlərindən ayrılması, bunların hamısı İmam Hüseyin əleyhissalatu vəssalamın şəhadətindən sonra baş verən fəlakətlərdir. Bütün bu müsibətlər Məhərrəm ayında cərəyan edib. İmam Hüseyin əleyhissalatu vəssalamın mübarək başının Küfədə Xulinin evindəki təndirə qoyulması, Kərbəladan əsirlər kərvanının Küfəyə doğru yola düşməsi, Kərbəla şəhidlərinin dəfn olunması, Əhl-i Beyt əleyhissalamın Küfəyə daxil olması, Əhl-i Beyt əsirlərinin Məlun ibn Ziyadın sarayında tutulması, Əhl-i Beytin Küfə zindanında həbs edilməsi, bütün bunlar hamısı Məhərrəm ayında Küfə şəhərinin şahidi olduğu faciələrdir. O kəs ki deyir, niyə bir gün matəm saxlayırsınız, yəni saxlamırsınız, yəni niyə bir gün matəm saxlamırsınız? Cavab budur ki, bizim başımıza, Əhl-i Beytin başına açılan müsibətlər bir gün deyil. Bu günlər 28 gün, 27 gün Muharrem ayında, ondan əlavə neçə günlər də Səfər ayında bu müsibətlər davam edib, hətta ondan sonra da. Ki, bunların hamısının bir anımlarını keçirdirik və mən də çalışdıqca bu il Muharremini buna həsr eləyəcəyəm ki, bunların hamısına toxunaq. Muharrem ayında baş vermiş digər hadisələr də var ki, bəziləri Kərbəla hadisəsindən əvvəl, bəziləri isə Kərbəla hadisəsindən sonra baş verib. Bu danışdıqlarım Muharrem ayında baş vermiş hadisələrin ümumi xülasəsi idi. Bugün Peyğəmbər ailəsinin hüzün və kədər ayı olan Muharrem ayının ilk günü də artıq şam namazından daxil oldu. Məracəyə də elan edilər, sabah Muharrem ayının biridir, artıq indidən elə biri sayılır. Bugün bütün peyğəmbərlər, mələklər və əhl-i beyt dostları
kədər içindədirlər, qəm içindədirlər. Bu ay bütün aləmin hüzün və matəm ayıdır. Çünki hər il Muharrəm ayının 1-ci günündən Aşura gününə qədər Seyyid-i Şühəda İmam Hüseyn əleyhissalatu vəssalamın parça-parça, o cırıq-cırıq olmuş köynəyini Allah təbarəki və teala ərşdən üzü yerə tərəf ərşdən asır və bütün mələklər, peyğəmbərlər bu mənzərəni müşahidə edirlər və bütün aləm hüznə qərq olur. Xəsais-ü Zeynəbiyyə səhifə 49, xüsusiyyət 19. Bu günlər İmam Hüseyn əleyhissalatu vəssalamın əzadallıq məclislərinin başlandığı günlərdir. Bu mərasimlər insanları əqidə və dini maariflə tanış eləyir. Bu mərasimlərdə iştirak eləmək, bu söhbətlərdə iştirak eləmək, qulaq asmaq, məarifi öyrənmək insanın əqidəsini möhkəmləndirir, qəlbinin imanını möhkəmləndirir. İnsanlar məclislərdən, təkiyyələrdən dini göstərişlərini öz ağıl və qəlb evlərinə daşıyırlar. İmam Hüseyn əleyhissalatu vəssalam üçün əzadarlıqda iştirak etmək, ona göz yaşı axıtmaq, İmam Zaman ağanın qeyb dövründə bizim xüsusi vəzifələrimіздəndir. Bu işi yerinə yetirmək. Muharrəm ayının 1-ci günü İmam Hüseyn əleyhissalatu vəssalam Bəni Muqatil qəsrində bir müddət dayanıblar 1-ci günü ki, 2-ci günü artıq Kərbəlaya çatıblar, sabah işarə eləyəcəyəm. İmam Hüseyn əleyhissalatu vəssalam Ubeydullah İbni Hürcufi adlı şəxsə yardım üçün müraciət edir orada. Onu özünə qatılmağa çağırır, lakin o bu dəvəti qəbul eləmir. Daha sonra isə bu rədd cavabından çox peşman olur. Şeyx Müfid İrşad cildi 2 səhifə 81 imama dedi, sənə at verim, qılınc verim, qalxan verim. Belə sözlər dedi imama. Allah özüm və bizə belə ağır imtihanlar eləsən də üzü ağ çıxanlardan qərar verir. Dedi, sənə qılınc verim, nizə verim, qalxan verim, at verim falan, amma mən istəmədə, mən gəlməyim. İmam dedi, bunlar mənə nəyimə lazımdır? Mənə sən lazımsan, sən özün ki, səni behişdə aparım, səni cənnətə aparım. Müxtəlif bəhanələrlə axır ki, gəlmədi. Sonra da şiddətli peşman oldu imamın müsibət xəbəri ona yetişəndən sonra. Və Hərram ayının ilk günü Rəyyan İbni Şəbib İmam Rıza əleyhissalamın hüzuruna gəlir. Mövzuları xronologiya ilə davam edirəm də, yəni belə davam elətdirirəm ki, bu ayda nə baş verib, bununla əlaqəli söhbətlər bu gündə, yəni Muharrəm ayının 1-ci günündə nə olub. Demək, Rəyyan İbni Şəbib bugün İmam Rıza əleyhissalamın hüzuruna gəlir. Həzrət ona buyurur ki, ey Şəbibin oğlu, cahiliyyət dövründə ərəb qəbilələri Muharrəm ayında döyüşməyi haram hesab edirdilər. Cahillər belə, cahil ərəblər cahiliyyət dövründə Muharrəm ayında döyüşməzdilər. Lakin bu ümmət bu ayın hörmətini tapdaladı və Peyğəmbərin ehtiramını qoruyub saxlamadılar. Bu ayda bizim qanımızı halal hesab etdilər, bizim hörmətimizi pozdular. Bizim oğullarımızı və qadınlarımızı əsir elədilər. Bizim çadırlarımızı yandırdılar, mallarımızı qarət elədilər. İmam Rıza əleyhissalam buyurur, Rəyyan İbni Şəbibə, Allah Rəsulunun bizim haqqımızda vacib etdiyi hörmətini gözləmədilər. Hüseynin şəhadət günü bizim gözlərimizi yara edib. Əqrəhəcufunənə. Gör, necə ağlayır ki, imam, bugün də İmam Zaman əleyhissalam o cür ağlayır, gözlərimizi yara edib, yəni o cür ağlayırlar. Göz yaşlarımızı selə çevirdi, ürəyimizi yandırdı. Qiyamət gününə qədər bizə qəm və müsibət miras qoydu. Odur ki, ağlayanlar Hüseynə ağlamalıdırlar. Çünki Hüseynə ağlamaq böyük günahları silər. Ey Şəbibin oğlu, əgər ağlamaq istəyirsənsə, Hüseyn İbni Əliyə ağla. Çünki onun başını, qoyunun başını kəsər kimi kəsdilər. O formada qətlə yetirdilər. Onunla birlikdə yer üzündə bənzəri olmayan 18 nəfər əhl-i beytdən şəhid oldu. 7 səma və 7 yer onun şəhadətinə ağladı. Aşura günü 4000 mələk Hüseyn əleyhissalamın köməyinə gəlmişdi. Lakin şəhid olduğunu gördükdə mat qaldılar. Toz torpaq içində, pərişan halda onun qəbrinin yaxınlığında gözləməyə əmr olundular. Ki, qiyamçı Həzrəti Məhdi zühur edəndə onun köməkçiləri olsunlar. Onların şüarı ya ləsaratil Hüseyndir olacaq. Ey Şəbibin oğlu, əgər cənnətdə bizimlə birgə yüksək məqamlarda olmaq istəyirsənsə, bizim hüznümüzə hüzünlən, bizim sevincimizə sevin.
Yəni bizim matəmlərdə iştirak elə, qəmimizə şərik ol. Sevincli günlərimizdə də həmçinin. Bizim vilayətimizi özüvə yol bil. Hər kim nəyi sevsə, Allah onu qiyamət günü sevdiyi şeylə bərabər dirildəcək. Hətta bir daşı sevsə belə, Allah onu o daşla birgə həşr edəcək. Və hər vaxt İmam Hüseyin əleyhissalamı ziyarət etdikdə, yad etdikdə denən fəya leytəni kuntu ma'ak fəəfuzə fəvzən azimə. Kaş mən də sənlə bir yerdə olaydım və sənin çatdığın feyzə mən də çataydım. Və imam buyurur ki, Kərbəla şəhidlərinin savabını qazanmaq istəyirsənsə, hər vaxt İmam Hüseyin əleyhissalamı ziyarət elədin, bu ifadəni işlət, bu cümləni denən. Qədim yaşlılar indi yəqin xatırlayarlar. İmam Hüseyin ağanın ziyarətnaməsində, uzaqdan oxunan ziyarətnamədə də Haçanovada çatırdılar. Deyirlər, fəya leytənə kunna ma'kum fənəfuzə fəvzən azimə. İndi cəmdə deyirdilər, əla əyyi halin fəya leytəni kuntu ma'ak fəəfuzə fəvzən azimə. Təkdə halı da bu cürdür. Dəyərli əzadarlar, buna çox diqqət edin ki, Aşura müsibətinin İmam Mehdi Əcəlallah Teala Fərəcəhu Şəriflə şiddətli əlaqəsi var. Xahiş edirəm, diqqət edin. Əhl-i Beytin Kərbəlada acımasız, dözülməz zülümlərə səbr etmələrinin əsas səbəblərindən biri İmam Mehdi Əcəlallah Fərəcəhu Şərifə elədikləri ümiddir. O müsibətlərə dözüblər, səbr ediblər, İmam Zaman ağa bais olub ki, ona dözüblər o müsibətlərə. Biz İmam Məhdinin intiqam alacağı barədə olan hədisləri oxuyanda başa düşürük ki, İmam Hüseyin əleyhissalatu vəssalam hansı ümidlə dözülməz müsibətlərə səbr edib, tab gətirib. Hansı ümidlərlə. O intiqam hədislərini ki, oxuyuruq İmam Əcəlallah Fərəcəhu Şərif yerinə yetirəcək. Oradan başa düşürük ki, İmam Hüseyin ağa və onun yarı ənsarı necə səbr ediblər o Kərbəlada baş verən acımasız, acınacaqlı dözülməz müsibətlərə. Nüdbə duasında oxuyuruq. Eynət talibu bidəmil məqtuli bi Kərbəla. Hardadır Kərbəlada axıdılan qanların intiqamını alan? Hardadır? İmam Hüseyin əleyhissalam baxız, hədisə baxı. Heyf, zehnimdən çıxıb, necə başım qarışıb, sənədi yazmamışam. Bax bura, İmam Hüseyin hər göstərib, neçə yerdə göstərib ki, yəni mən bunlara dözürəm, o axırda müntəqim gələcək, axırda müntəqim gələcək. Ona ümid eləyirəm mən dözürəm bu müsibətlərə ki, o gəlib bu intiqamları alacaq. İfadə zehnimdən çıxdı, əzbərinizdə varsa, məqamən Məhmudən hədis vəcəlni min ənsarihi ziyarət-i Aşurada mə'ə imamın mənsurin min əhl-i beyt. Məni köməkçi qərar ver, hansı günə köməkçini ümid edir. İmam Sadiq eləsələm, bax, İmam Hüseyin ağaya olan ziyarətnamənin içində İmam Zaman ağadan danışır orada ki, həmin gün ki, Peyğəmbər ailəsinin mənsuru, yəni İmam Zaman ağa gələcək intiqam alacaq. Məni də o intiqamı alanda onun yanında qərar ver. Dua edirsən. Baxız, İmam Hüseyin əleyhissalam Əli-Əsqər oxlananda buyurur, ey Rəbbim, əgər səmadan gələcək yardımı bizdən saxlamısansa, ki, bugün o yardımı göndərmirsən də, bunu bizim üçün daha xeyirli et. Yəni, amma bir gün göndərəcəksən, onu bizim üçün daha xeyirli et. Bu zalimlardan bizim üçün intiqam al. İmam Zaman ağanı qəsd edir ki, Həzrətin İmam Zaman Əcəlallah Fərəcəhu Şərifə əlaqəsi var İmam Hüseyin əleyhissalamın. Yəni, İmam Mehdi bir şəxsdir ki, İmam Hüseyin də ümidlərin ona bağlayıb. Dəyərli əzizlər, bu deyəcəklərimə daha yaxşı qulaq asın. İmam Hüseyin əleyhissalatu vəssalamın səhabələri ən uca keyfiyyətə sahib şəxsiyyətlər idilər. Düzdür, keçən il biraz danışmışam. Yenə də bu il qəsdim vardı, amma mövzunun xəttini dəyişdim. Allah ömür versə gələn il sırf ancaq onlardan inşallah xüsusi şəkildə danışmağa çalışacağım. Bu səhabələr xüsusi keyfiyyətlərə sahib idilər. Onlar xüsusi Allah tərəfindən seçilmiş şəxslər idi. Ziyarətnamələrdə var ki, İmam Cəfər Sadiq əleyhissalatu vəssalam buyurur ki, Allah bir-bir seçib onları. Hətta İmam Hüseyin əleyhissalatu vəssalamdan bir hədis var. İbn Abbasa deyir. İbn Abbasa deyir ki, İbn Abbas ona deyir ki, getmə, bunlar sənin başıma oynatacaqlar, Kərbəlaya getmə, sənin başıma oynatacaqlar. İmam Hüseyin əleyhissalam deyir ki, əmican, qocalmısan, yaddaşın gedib, sən Kərbəla şəhidlərinin adını hamısını bilirdin. Səhabələrin adını bilirdin. Yəni, Allah tərəfindən seçilmiş əzəmətli şəxsiyyətlərdir bu səhabələr. Bu müqəddəs şəxslərin bir xüsusi və ən önəmli özəllikləri çatışmırdı. Bir xüsusiyyətləri çatışmırdı ki, ən əzəmətli, ən önəmli xüsusiyyət idi.
Onu da Aşura gecəsi İmam Hüseyn əleyhissalam tamamladı. Onu da tamamladı. İmam Hüseyn əleyhissalam öz sahabələrin müntəzir və İmam Zaman aşiqi eləmədən meydana göndərmədi. İmam Zaman aşiqi elədi hamısını. Xüsusi məsələdir. Müntəzir olmaq əzəmətli dərəcə və məqamdır. Kərbəla şəhidləri bu əzəmətli məqama sahib olan insanlar bu xüsusiyyətdən məhrum ola bilməzlər. Onlar da o xüsusiyyəti daşımalıydılar. İmam Zaman müntəziri olaraq ölməliydilər. Aşura gecəsi İmam Ağa üzün tutur səhabələrinə və buyurur: müjdə olsun sizə cənnətlə. And olsun Allaha, bizə üz gətirmiş olan müsibətlərə Allah istədiyi vaxta qədər dözəcəyik. Sonra Allah bizi və sizi bizdən olan qiyamçının vasitəsilə bu müsibətlərdən çıxardacaq. O zalimlardan intiqam alacaq. Mən və siz bizə zülm edənlərə, ağır işgəncələrə məruz qaldıqlarını müşahidə eləyəcəyik. Sahabələr soruşdular, sizin qiyamçınız kimdir? İmam Hüseyn məhfildə dayanmış İmam Baqir əleyhissalama işarə edib buyurdu. İmam Baqir əleyhissalam 5 yaşı vardı elə. Buyurdu, bax, o övladımın 7-ci övladıdır. O bir müddət qeybdə olacaq. Sonra zuhur edib zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq. O Hüccət ibn-i Həsəndir. Salavat denən. Allahümmə səllə alə Əbdülrəzzaq Müqərrəm Məqtəlül Hüseyn səhifə 215. Təsəvvür edirsiniz, İmam bu xütbəsi ilə xeymədə olan bütün sahabələri intizar atəşinə saldı. Hamısını intizar atəşinə saldı. O sahabələr səhər şəhid olacaqdılar. Lakin gecə İmam Hüseyn onlara Yəbnəl Həsən zümzüməsini öyrətdi. Ki səhərə qədər onların zümzümələrindən biri, dillərinin zümzümələrindən biri Yəbnəl Həsən idi. Nə qədər önəmlidir İmam Zaman Əcəlallah Fərəcəhu Şərif. Ay möminlər, mən qüsurluyam, dilim çatdıra bilmir o həqiqətləri. Amma sən nə olar, daha kəyyiz ol anlamaqda. Və səbbitli qədəmə sidqin indəkə mə'l Hüseyn və əshabil Hüseyn əlləzinə bəzəlu muhəcəhum dunəl Hüseyndir bu sahabələri. Deyirsən ki, ilahi, məni İmam Hüseyn və onun sahabələri ilə, gör nə qədər əzəmətdədir o sahabələr, onlarla müqayisədə ayaqlarımı sabit qədəm elə. Gör, imam bilirik nümunədir, Peyğəmbər bilirik nümunədir. Amma bunlar gəliblər, o dərəcəyə çatıblar, bunlar da nümunə olublar. Deyirsən ki, mənim qədəmlərimi onlarla müqayisədə sabit qədəm elə. Hansı ki, onlar ürəklərinin qanını töküblər. Muhac, muhcə, ürəyin qanı, ürəkdən çıxan qana muhcə deyirlər. Ərəb dili mükəmməl dildir. Hər ifadənin öz adını işlədir. İfadəni işlədən də İmam Cəfər Sadiq əleyhissalamdır. Dəm deyə bilər orada. Muhacəhum, ürəklərinin qanını tökdülər. O qan bir sansı qandır. O qan bütün bədəndə olan digər qanları pompalayan qandır. Yəni o hərəkətə gətirir bütün bədəndə olan qanı. O qanını sənin yolunda tökdülər. Bu insanlar İmam Hüseyn əleyhissalatu vesselam qoymur ki, bu şəxsiyyətlər İmam Zamansız şəhid olsunlar. İmam Zamancı eləyir onları, sonra şəhid olurlar. Aşiq eləyir onları, müntəzir eləyir onları. Səhərə qədər onlar deyirdilər, Yəbnəl Həsən, haradasan, haçan gələrsən bu Hüseyn əleyhissalamın intiqamını alarsan. Müntəzir elədi onları. Çox mühüm məsələdir. Çox önəmli məsələdir. İmam Zaman Əcəlallah Fərəcəhu Şərəflə olan münasibətləri düzəltmək bu Muharrəm ayında dəhşət çox təsirlidir. Daha çox təsirlidir. Zaten qəmlidir, zaten kövrəkdir, zaten müsibət zədədir. Sən də kömək edirsən əməlindən, hərəkətindən, xidmətlərindən ki, onun qəlbini fəth eləyə biləsən. Bəs möhtərəm canlar, biz İmam Hüseyn əleyhissalatu vəssalama yas saxlamaqla İmam Zaman ağaya başsağlığı veririk. Məclisə daxil olanda, əziz möminlər, balaca qardaşınız kimi sizdən xahiş edirəm. Hər kimin yasına getdiniz, gerirsiniz o ev yəsinə bir başsağlığı verirsiniz. Belədir ya, yox. Hər kimin yasına getsəz. Mənim sənin yaxınımız rəhmətə getsə, gedirik yasa getməkdən qərəz nədir? O yas sahibinə başsağlığı vermək. Bu yasa gələndə, içəri girəndə və çıxanda, gələndə salam verin, əssalamu aleyküm, ya sahib əz-zaman. Gedəndə deyin, ağa, başın sağ olsun. Hər gün bunu eləsin, ümid var, özü gəlsin bu məclisə.
üçün bir xüsusi hərəkət yerinə yetirirsən, xüsusi bir qeyd edirsən burada ki, gələndə məclisin yiyəsi odur, məclisin sahibi odur. Hamımız da özümüzü ona göstərməyə gəlmişik. Əziz möminlər, hamımız özümüzü ona göstərməyə gəlmişik. Ki, mən gəldim, sənin yasında iştirak elədim. Sənin ən əzizin mənim əzizimdir. Sənin dostun mənim dostumdur. Sənin düşmənin mənim xar düşmənimdir, rəzil düşmənimdir. Gəlmişəm sənə başsağlığına. Həm bu günlərdə, həm Əyyam-ı Fatimiyyədə, həm mövludlarda, həm digər şəhadətdə mən sıramı sənə göstərirəm. Səhvimi sənə göstərirəm. Mən üzü qara, fəqir, həqir, möhtac. Amma sən hər şeyin mədənisən, gözəlliklərin, bütün gözəlliklərin mədənisən sən. Ki, məni də öz səhvimə qatsın, məni də öz yanıma dəvət etsin. Hamımızın adından deyirəm ki, sizdən olmaqla nicat tapa bilərik.